Üfüqi yolda hərəkət edən bir avtomobilin zamanın t anındakı sürəti 0-a bərabərdir. 0-3D aralığında avtomobil hərəkət istiqamətini neçə dəfə dəyişib? Əgər t anındakı sürəti 0-a bərabərdirsə, burada təcilin proyeksiyası mənfidir. Sürət 0 olubsa müəyyən müddət sonra deməli yavaşlayan hərəkət olub. Onda belə çıxır ki, sürətin proyeksiyası müsbət olub. Təcil mənfi olub, sürətin də proyeksiyası müsbət olub ki, hərəkət yavaşlayan olub. Yəni belə çəkirəm. Buraya yazıram t və 0-ın da yerinə yazıram at. At minus at bərabər 0 verəcək bizə, bax bura. Bunu qeyd elədik. Daha sonra təcil keçir müsbət A olur. Onda simmetrik olaraq bu qrafik belə qalxacaq. Çünki burada fiqurun sahəsi AT-dir. Yəni V də bərabər olacaq. V 0, 0 üstəgəl AT o da bizə verəcək AT. Simmetrik olaraq qayıdacaq əvvəlki sürətinə. Daha sonra isə yenə də təcil mənfi AT olub. Belə çıxır ki, yenə də bu cisim yavaşlayacaq. Bax, bura gələcək. Yenə də son sürəti 0 olacaq. Çünki AT-dən AT-ni çıxanda 0 eləyir. Və burada yazacağım 3D. Belə. Yəni ki, cisim istiqamətini heç dəyişməyib. Axı, T oxunu kəsib keçmədi. Sadəcə cisim dayanır, təzədən yenə hərəkətə başlayır. Sonra da təzədən yavaşlayır, yenə dayanır. Belə bir hadisə baş verir burada.